Tovuzda ailə münaqişəsi zəminində yaranan mübahisə qanlı sonluqla nəticələnib. Məlumata görə rayonun Əyyublu kənd sakini 29 yaşlı Mətanət Hacızadə həyat yoldaşı 32 yaşlı Səbuhi Hacızadə tərəfindən qətlə yetirilib. 10 ildir ailəli olan cütlüyün 3 oğlu övladı var. Hadisəni törətməkdə şübhəli bilinən şəxs özünə məxsus TikTok profilində video çəkərək hadisəni törətdiyini etiraf edib və bundan sonra öz canına qıyacağını da bildirib. O hadisəni törətdikdən sonra anasına da WhatsApp vasitəsilə səsli mesajda onu törətdiyi əmələ görə bağışlamasını istəyib. Səbuhinin ailə üzvləri onun hadisəni törətməzdən bir gün qabaq xarici ölkələrdən birindən gəldiyini bildiriblər. Gələn gün isə evdə uşaqların və həyat yoldaşının fotolarına baxıb ağlayıb. Mətanət Hacıyevanın ailə üzvləri və qohumları bildiriblər ki, cütlük arasında qısqanclıq zəminində mübahisə tez-tez baş verirmiş. Səbuhinin xaricdə olmasına və mübahisələrə görə mərhum övladları isə atasının evində yaşayırmış. Səbuhi hadisənin məhz qaynatası ilə mübahisə etdikdən bir qədər sonra törədib. Bunlar küsülü idilər, bir-birlərinə danışmırlar. Bu da başqa yerdə idi. Mən elə evdəydim, evdə gördüm ki, xəbər çıxartdı ki, belədir. Mən budaqdan gedən dördüm, vurub qaçıb. Tez-tezdən 3 ay idi evimdə idi də mənim, getmirdi oraya. 3 ay idi evimdə idi. Onu da kimsə beyninə doldurub, bu da dedi ki, sən güya pis yollardasan, nə bilim, nə varsa. İşte bu hadisə. Orada gəlirlər üyə, öyələndə kişi otağa keçib, qızı deyir ki, mən var köyə yaxşıdır. Da gəlib girib işte otağa. Xəbərsiz girib? Xəbərsiz girib, bir də çağırdılar ki, vəziyyət belə olub, mən də gəldim, çatdım. Sinəsindən vurub. Və gəldim, mən apardım, varınsə mən çatdırdım, elə yolda canımı tar. Faktla bağlı aidiyyatı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Kamran Əskiparalı, Səs TV Xəbər, Tovuz.